İnsan orqanizmi üçün çox önəmli olan kökün 10 ən faydalı cəhəti aşağıdakılardır. 1. Kök və kök şirəsi az kalorili olmasına baxmayaraq qidalandırıcıdır. Artıq çəkidən xilas olmağa kömək edir. 2. Qaraciyərin funksiyasının qorunması həzm sistemi üçün çox faydalıdır. 3. Tərkibindəki E vitamini xərçəngin əmələ gəlməsinin qarşısını alır. 4. Yaşlandıqca bədəndə yaranan ağrı və sızıltıların qarşısını kök şirəsi içməklə almaq mümkündür. 5. Təbii A vitamini mənbəyi olduğu üçün gözlərin sağlamlığını, görmə qabiliyyətini artırır. 6. Tərkibindəki kalium və selluloz xolesterinə, hipertoniyaya qarşı mübarizədə effektlidir. 7. Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsinə böyük təsir göstərir. 8. Dərini cavanlaşdırır və gözəlləşdirir. 9. Qocalma prosesini ləngidir. 10. Azacıq limon və zeytun yağı əlavə etməklə hazırlanan kök salatı zehni itiləşdirir, qavrama prosesini sürətləndirir. Çiğ yer kökü çeynəmək faydalıdır, çünki bu diş ətlərini gücləndirir. A vitamini böyüməni təşviq etdiyindən yer kökü xüsusilə uşaqlar üçün faydalıdır. Bu vitamin normal görmə üçün lazımdır, dərini və selikli qişanı yaxşı vəziyyətdə saxlayır. A vitamini çatışmazlığı, qaraciyər, ürək-damar sistemi xəstəlikləri, böyrəklər, mədə, anemiya, poliartrit və mineral maddələr mübadiləsi pozğunluqları üçün klinik qidalanmada istifadə olunur. Ağız boşluğunuzda kökün suyun bir müddət saxlasanız və ya kökü çeynəsəniz, patogen mikroblarının sayı kəskin şəkildə azalacaq. Həqiqətən, vitamin çatışmazlığı, anemiya, bədənin sürətli yorğunluğu və görmə pozğunluğu inkişaf edə bilər. Yerkökü uşaqların yaxşı inkişafı və böyüməsi və müqavimətlərini artırmaq üçün verilməlidir. Səhər boş mədəyə uşaqlara 50-100 milli şirəsini içirdin. Boğaz ağrısına görə gündə bir neçə dəfə qarqara etmək olar. Mədədə turşuluq nə qədər çox olsa, kök şirəsini daha çox içməlisiniz.